Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Samirə Əli Məryəm övladlarından danışıb. Sənətçi İncə Səhər verilişində qızının peşəkar futbolçu olduğunu bildirib. Oğlumun 27 yaşı var. Məni onunla görəndə elə bilirlər bacı qardaşıq. Qızım peşəkar futbolçudur. Hər kəsin öz seçimi oldu. Uşaqlıqda müğənni olmaq istəyəndə mənə icazə vermirdilər. Deyirdilər ki, qız uşağı üçün müğənnilik olmaz. Tarix təkrarlandı. Qızım sevdiyi peşə ilə məşğul olmağa başlayanda dedim, qızdır, olmaz. O da bir kəlmə dedi ki, arzularımı puç etmə.